Sabahınız xeyir olsun qızlar. Mənim mənim dərsim artıq başlayır. 5 dəqiqə artıq canlı qoşulacağam və başlayacağıq. Bilmirəm bu dərsdə nə edəcək müəlliməm. Bəlkə də keçiklərimi təkrar edəcək, amma mən heç üzünlə açmamışam. İnşallah bu gündən etibarən başlayacağım. Özümü buna söz verirəm, çünki orada tam olaraq xəyal planımda qeyd etmişəm ki, mən bu il ingilis dili səviyyəmi gücləndirəcəm. Ona görə də oxumaq lazımdır. Ona görə də çalışmalıyam. Sadəcə şəklin vurmaqla deyil. Özümlə çabalamalıyam, çalışmalıyam ki, oradakı xəyalım bir il ərzində gerçək olsun. Dərsə girmədən əvvəl isə istədim ki, göz altlarımı biraz aydınladım, müəllimə görüb qorxmasın. Şaka. Bu aralar mən gecələr gec yatdığım üçün və səhərlər də tez oyandığım üçün göz altlarım biraz qaralıb. Əslində yuxu rejimimi və yeməyimi nəzərə alanda və baxımlar eləyəndə onda göz altlarım düzəlir. Amma bu aralar Adel diş çıxarır deyə gecələr rahat yatmır. Mən də onunla birlikdə oyanıram, yatıram. Ona görə də bu görüntünü biraz azaltmaq üçün göz altlarıma sadəcə konsiler keçirəm. İstifadə etdiyim konsiler isə OG markasının konsileri göstərmişdim sizə, çox bəyənirəm. Bu günləri qəşəng qarşılaşdırma videolar çəkmək istəyirəm. Bu dəftərdə də sırf keçən videolarda dediyim kimi fikirlərimi yazıram, nələr çəkəcəm. Həm YouTube, həm Instagram üçün. Instagramda paylaşacağım. Məni Instagramda takip etmirsinizsə, mütləq takibə alın. Çünki orada çox gözəl videolar çəkirəm və bunu izləməyinizi istəyirəm. Həm TikTokumu, həm də Instagram adresimi açıqlama qismində yazacağam. Adel, bax, səninkilər buradadır, bax. Sənin dəftər qələmin buradadır. Gördün? Buna baxın qızlar hələ. Gətirib mənim baxım məhsullarımı belə özü üçün evci oynayır. Yəni qızın varsa, sənin olan hər şey onundur. Adlı çalışma eləyib. Baxın. Oradan da məni istəyir. Mənə Zepress'dən belə bir bağlama gəlib. Sizinlə açaq birinci. Deməli, içindən belə bir kart çıxır. Burada yəqin ki, bu göndərilən məhsul haqqında məlumatlardır. Belə bu formada yazılıb. Hansı ki, burada bütün məhsullar haqqında məlumatlar var. Bu da çox maraqlıdır. Mən Zepress brendini çox bəyənirəm. Ona görə də o məhsullar mənə çox maraqlıdır və içindən belə bir kart çıxır. Bilirsiniz bu nədir? Bunu mənim keşfətimə çox düşürdü. Zepress markasının kanal kremidir, amma içərisində həm 50 SPF var, günəşdən qoruyucusu, həm serum formasında olduğu üçün baxım eləyir həm də. Mənə bu çox maraqlıydı. Ümid edirəm ki, bu rəng mənə uyacaq, çünki biraz dark, tünd rəng kimi görünür. Sonra belə bir serum var, Arbutin serumudur. Bunu heç istifadə eləməmişəm mən. Haqqında bir bilgim yoxdur, araşdıracağam. Və baxacağım görüm bu serum nə işə yarayır, mütləq fikirlərimi sizinlə bildirəcəm. Bu arada qızlar, fikir verdinizsə dırnaqlarımı düzəltmişəm. Özüm eləmişəm evdə. Video çəkmədim bununla bağlı, çünki çox qısa bir vaxtım var idi. Bu videonu çəkməliydim deyə tez bazar elədim. Əgər videosunu çəksəydim çox uzun olacaqdı. Evdə də belə bir rəng var idi. Mən də düşündüm ki, qəşəng görünür, məncə pis görünmür. Fikirlərinizi yazarsınız aşağıda. Sonra və sonuncunu çıxardıram. Bu isə Zepress markasının üz yuma gelidir bu formada. Bu növünü heç sınamamışam. Məndə Zepress'in qırmızı peelingi, toniki, serumları olub. Amma üz yuma gelinin bu növünü yoxlamamışdım. Bu da mənim üçün yeni bir məhsuldur. Eyni şəkildə də bu tonal kremini də mütləq yoxlayacağım. Zepress ailəsinə də buradan təşəkkür edirəm. İstəyirəm ki, elə açmışkən burada çox az sizinlə birlikdə bu tərəfimdə görürsünüz. Biraz mənim dərim damarlı bir tipdir. Bura tətbiq edək və görək necə qalacaq. Bir damcı alıram. Necə gözəldir örtücülüyü. Əslində serum formasında olduğu üçün düşündüm ki, örtücülüyü çox da yüksək olmayacaq. Amma bir dənə buna baxın. Görün necə gözəl örtücülüyü var. Rəngi də mənə düşdü məncə. Yox qızlar, baxın. Pis deyil rəngi. Bir tərəfdən də güzgüdən baxmağa çalışıram. Mütləq Instagrama Reels çəkəcəm. İzləyirsiniz orada da. Videolarda qızlar göstərdi. Eləyirdi. Doğrudan da elə bir məhsuldur. Yəni ona görə də çox bəyəndim həqiqətən. Axşam isə bizim evin halları belə görünür. Yəni Adel bu evi dağıtmış olur. Mən isə ortalığı axşam Adel yatandan sonra yığışdırmağa başlayıram. İndi də Adeli yatıstırmışam və evləri yığışdırıram. Axşama isə özümüzə sushi zakaz eləmişdim. İndi isə özümüzə süfrə hazırlayacağam. Biz adətən axşamlar burada otururuq. Adelin masasının üzərində yeyirik. Ona görə də yaxşıca üstünü təmizləyirəm. Çünki biz üstündə Adellə oyunlarda oynayırıq həm də və batmış olur. Bu jurnalın üstündə niyə yemirik? Çünki bu jurnalın üstündə əşya çoxdur. Və bunu buradan bura gətirmək o qədər səs çıxardır ki, Adel oyanacaq. Ona görə də heç ona əl vurmuruq. Ümumiyyətlə mən o jurnalini ikinci ələ satışa qoymuşam.
Biz sushini adətən Yakuzadan sifariş veririk. Ümumi məbləğ 37 manat tutdu və içərisində 50 ədəd sushi var. Mən buranın dadını çox bəyənirəm. Bilmirəm aranızda yeyən var yoxsa yox. Bir də evimizə yaxın olduğu üçün tez çatdırılma olunur. Səbuinin gəlməsinə isə 5 dəqiqə var. Ona görə də mən də dedim ki, o gələnə qədər tez hazırlayım ki, işdən yorğun gələcək, oturaq tez yeyək. Bu arada sushi Səbuinin ən sevdiyi yeməklərdən biridir. O qədər ləzzətli görünür ki, yəni bunu sizə göstərməsəm olmazdı. Mən daha çox içərisində labnesi çox olan növünü sevirəm. Səbu isə balıqlı növlərini. Yəni mən adətən bişmiş rolları, Səbu isə çiğ rolları daha çox sevir. Bir də mən soya sosunu heç sevmirəm. Düşünürəm ki, soya sosu sushinin dadını dəyişir. Ona görə də ümumiyyətlə sushi yeyərkən soya sosundan istifadə etmirəm. Süfrəmiz isə bu formada görünür. Məncə çox gözəl və ləzzətli görünür. Səbu bu aralar mənə YouTube-da Kinozavr iş izlədir. Bu bizim youtuberlardan Rəfindir. Rəfinin təqdimatında Kinozavr verilişini izləməmsinizsə mütləq izləyin, çünki çox güləcəksiniz. Serial darmadağın. Serialın sonuna kimi başa düşməyə çalışdım ki, görəsən darmadağın olan burada nədir? Cavabını isə finalda öyrənirik. Biz görsən ona görə sor. Deməli bu gördüyünüz adam yoldaşı Leyla ilə dalaşır. Onu valideynlərinə bəxtdir. Tamam. Yeni bir gündən sizi salamlayıram. Bugün Adelin yoxlanışı var. Həkim yoxlanışı, biz indi ora gedirik. Yoxlanışdan çıxdıq, şükür Allaha ki, hər şey qaydasındadır və yol üstü tatlıya giririk. Buradan istəyirəm ki, səhər yeməyi üçün poğaça, simit falan alım. Amma təzyiqə girəndə görürəm ki, heç nə qalmayıb vitrində. Burada da baxıram ki, görə çay nə içməyə, nə ala bilərəm. Nə aldığımı evdə sizə göstərəcəm. Adelə ac qarnına aparmışdı analiz verməyə. Ona görə də tələsirik ki, evə gedək, Adelə yemək yedizdirim. Tatlıdan isə 3 manat 80 qəpiyə bu magnoliyalardan 2 ədəd götürdüm. Görünüşü bu formadadır. Dadını bilmirəm. Başqa yerləri sınamışdım, amma tatlının bu magnoliyasını ilk dəfə sınayacağım. Məncə çox ləzzətli görünür. İnşallah ki, dadı da qəşəng olar. Mən bu stəkanı yadınızdadırsa Walmartdan almışdım və çox bəyənərək istifadə eləyirəm. İndi bir stəkan özümə çay süzəcəm. Çox doldurdum. Biraz çox doldu, amma eybi yoxdur. Mən çayımı içdikdən sonra evləri təmizləyəcəm, çünki birazdan müsahilə gələcək və həm də Instagram üçün reels də çəkməliyəm. Ona görə də o hissələri sizin üçün təəssüf ki, çəkə bilməyəcəm, amma müsahilə gələndə kameranı yenə də yandıracağam. Əgər indi video çəkməyə davam edəsəm, heç bir işimi çatdırmayacağam. Evimə xoş gəlmisən. Xoş gördük. Bugün Vüsü gəlib və biz də sushi date eləyirik. İstədim ki, bunu da vloqlayım sizinlə birlikdə. Uzun vaxtdır ki, Vüsaləni mənim kanalımda görmürsünüz. Vüsalə artıq çox saylı istəkləri nəzərə alaraq YouTube kanalını açıb. Mən bilirəm ki, artıq yorumlardan görürəm ki, sizin çoxunuz, yəni gedib abunə olmusunuz. Amma abunə olmayanlar üçün demək istəyirəm ki, Vüsalənin kanalının linkini aşağıda qoyacağam. Mütləq girin, abunə olun, bildirimləri açın. O qədər gözəl videoları çəkib ki, həqiqətən dostumdur deyə demirəm. Çox bəyənirəm. Özünüz də zaten girəndə videonun keyfiyyətini, videonun maraqlılığını görüb özünüzə yəni haqq verəcəksiniz mənə. İnşallah balam çoxlu takipçilərin olar. Utandım lap. İnşallah, yəni daha da uğurlu olarsan, daha da gözəl yerlərə gələrsən Çox həyatım. sağ ol həyatım. Of, necə gözəldir. Anam gəlib və gələndə belə kabab gətirib. Ən sevdiyim pomidor kababıdır. Bu arada bir də bu soğanı çox sevirəm. Kabablardan isə toyuq əti mən daha çox sevirəm. Antrikot da sevirəm. Lülə məsələn mən heç sevmirəm şəxsən. Bu kartoşka ciyər bunları daha çox Səbu yeyir. Bunu indi gözəl bir dənə süfrə düzəldim. Qəşəng nuş edək. Müsahilə isə gedəndən sonra qızlar mən evləri yığışdırdım. Adeli yedizdirdim, yatışdırdım. Sonra anam gəldi, biraz söhbətləşdik. İndi isə axşam yeməyini artıq yeyirik, gec olub. Bundan sonra isə oturacağam, bu videonu editləyəcəm. Çox qısa bir zamanda istəyirəm ki, sizinlə paylaşım. Ola bilər ki, videonun dəqiqəsi biraz qısa olsun, amma gələn vloglarda biraz uzun çəkməyə çalışacağam. Ay qızlar, dünənləri mən yorğunluqdan kameranı bağlamışam. Heç sizlə sağollaşmamışam da. Bugün də oyanmışam, ev işlərinə məşğul olmuşam. Ayrıca bir vlog başlatmışam, amma bu vlogun bitişini çəkməmişəm. Ona görə dedim ki, gəlin belə bir bitiş eləyim. Bu arada üzümdə gördüyünüz makyaj, reels çəkmişəm. Valentin make-up'dır. Sevgilər günü özəl bir makyajdır. Bunun həm tutorialı, yəni necə elədiyim, həm də keçidli bir video çəkdim. Onu paylaşacağım. Sizinlə onsuz görəcəksiniz. Bir də burada paylaşmıram ki, sıxıcı olmasın. Ümid edirəm ki, bu videonu bəyəndiniz. Başqa videolarda görüşənədək hələlik.